İndi mənə baxacaq insanların huzurunda dua eləyim. Onlar üçün yardım istəyim. Hər kəs də məni dinləyəndə ürəyindən amin desə, inşallah Allah onlara kömək eləyəcək. Onsuz da kömək olur və Bu qürbət ölkənin havası soyuqdur, vətən də adama qayıt, gəl deyir. Qürbətdə yaşayan insan bilir ki, adam təkliyini çox hiss eləyir. Deyirlər ay şair, qürbət ölkədə vətəndən uzaqda çox dəyişirsən. Vaxtilə ən doğma olan kəslərə sonra ögeyləşib özgələşirsən. Məncə də qürbətdə olan bir insan bilir ki, həqiqi doğmalıq nədir? Dedilər bilirsən əslində şair. Qürbət doğmaların ögeyləşən yeridir.